Azərbaycanın ilk və ən böyük xizək kurortu olan Şaxta Turizm Mərkəzində bu il 3 mötəbər yarış təşkil olunacaq. Mart ayında əvvəlcə xizək alpinizm üzrə Avropa çempionatı, daha sonra Dünya Kuboku, o cümlədən FIS Mogul Dünya Kubokunun final mərhələsinin yarışları məhz Şaxta Turizm Mərkəzində təşkil olunacaq. Bəs Şaxta Turizm Mərkəzi yarışlara necə hazırlaşır? Bu barədə suallara cavab tapmağa çalışacağıq. Ölkə başçısı İlham Əliyevin yanvar ayında Davos Ümumdünya İqtisadi Forumunda hər il Azərbaycanda ya dünya ya da Avropa çempionatının keçiriləcəyini qeyd etməsi, son illərdə Azərbaycanda idmanın bütün sahələrində olduğu kimi, qış idman növlərinin inkişafı istiqamətində də mühüm addımların atıldığının göstəricisidir. Ölkənin coğrafi və iqlim xüsusiyyətləri qış idmanı inkişafı üçün əlverişli imkanlar yaradır. Dağlıq ərazilər bu baxımdan böyük potensiala malikdir. Əlbəttə ki, qış idmanı növlərinin inkişafında əsas amillərdən biri müasir infrastrukturun yaradılmasıdır. Bu sahədə ən mühüm layihələrdən biri Şaxta Turizm Mərkəzinin inkişaf olunmasıdır. Burada xizək sürmə, snowboard, kanat yolları və digər qış idman növləri üçün beynəlxalq standartlara cavab verən şərait yaradılıb. Son illərdəki bu inkişaf tendensiyası Azərbaycanda təşkil ediləcək qış idman növləri yarışlarının sayının artmasına da səbəb olub. Bu ilin mart ayında 3 beynəlxalq tədbir keçiriləcək. 4-8 mart tarixlərində xizək alpinizm üzrə Avropa çempionatı, 6-8 martda xizək alpinizm üzrə Dünya Kuboku, eyni zamanda 14-15 martda FIS Mogul üzrə Dünya Kubokunun final mərhələsi ilk dəfə ölkəmizdə keçiriləcək. Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova yarışa hazırlıqla bağlı ətraflı məlumat verib. Hazırda hazırlıqlar çox intensiv gedir və eyni zamanda da artıq idmançılar qeydiyyatdan keçməyə başlayıb müxtəlif ölkələrdən mütəxəssislərlə bir daha əraziyə baxış, lazım tələb olunan belə deyim tələb olunanların artırılması, bu cür yarışlar və bu cür yarışların uğurlu keçirilməsi Azərbaycanda davamlı iri miqyaslı yarışların keçirilməsini təmin edir. Şaxta Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov isə belə turnirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıb. Fəxr hissi ilə deyə bilərəm ki, mart ayında Şaxta Turizm Mərkəzində Mogul üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcəkdir. Ondan öncə isə Şaxtada daha iki yarış, deməli xizək alpinizmi üzrə Avropa çempionatı və xizək alpinizmi Dünya Kuboku keçiriləcəkdir. Sözsüz ki, bu böyük bir fərəhdir bizim üçün, çünki belə səviyyəli, belə dünya səviyyəli yarışların məhz Azərbaycanda, məhz Şaxtada keçirilməsi Şaxdağın bir turizm məkanı olaraq, bir idman məkanı olaraq artıq dünyada tanınmasını göstərir. Onu da əlavə edək ki, 2027-ci ildə xizək alpinizmi üzrə dünya çempionatı da ilk dəfə Azərbaycanda keçiriləcək.